Deməli, ABC üçbucağının tərəfləri 5, 6, 9 verilib. Soruşur ki, üçbucağın növünü müəyyən edin. Yəni, bu düzbucaqlı üçbucaqdırmı, yoxsa körbucaqlı, itibucaqlı və yaxud da belə bir üçbucaq yoxdur. Şərtdə görürük ki, 5, 6, 9 verilib tərəflər. Birinci yoxlayaq görək belə bir üçbucaq var, yoxsa yoxdur. Onun üçün nə edirik? Üçbucaq bərabərliyi ilə istifadə edirik. Hər hansı bir tərəfə götürək, məsələn, 9-u. Digər iki tərəfin 6 ilə 5-in fərqindən böyük olmalıdır. 1-dən yəni. Cəmindən də 11-dən də kiçik olmalıdır. Oradan da bu şərt ödənir. Deməli, belə bir üçbucaq mövcuddur. İndi tapaq görək bunun növü nədir? Demək, qaydaya görə üçbucağın tərəfləri olsun A, B, C. C tutaq ki, bizim ən böyük tərəfimizdir. Əgər böyük tərəfin kvadratı digər iki tərəfin kvadratlarının cəmindən böyükdürsə, bu üçbucaq körbucaqlı üçbucaqdır. Əgər böyük tərəfin kvadratı kiçikdir, digər iki tərəfin kvadratları cəmindən, onda bu üçbucaq itibucaqlı üçbucaqdır. Əgər C kvadratı bərabərdir A kvadratı plus B kvadratı olarsa, bu Pifaqor şərtini ödəyir. Onda bu düzbucaqlı üçbucaq olacaq. İndi bizim misalda ən böyük tərəf 9-dur. 9-un kvadratı 81. Digər tərəflərdə 5 və 6-dır. 5-in kvadratı 25, 6-nın kvadratı 36. 81, 25 ilə 36-nın cəmindən, yəni 61-dən böyükdür. Ona görə bu üçbucaq körbucaqlı üçbucaq olacaq.